Deməli uşaqlar, birinci növbədə bu həll olma nədir ümumiyyətlə? Bunu necə anlayaq? Bax, fikir vermisinizsə, bəzi maddələr var ki, məsələn, tutaq ki, qumu düşünün. Qumu atırsan suya, hiçbir dəyişiklik hiss eləmirsən. Sadəcə su biraz bulanır. Sonra suyun dibində qum kütlə kimi elə orada yığılır, qalır. Su. Amma ağ duz kristallarını və yaxud şəkər kristallarını atanda suya, baxırsan ki, o kristallar birazdan orada sanki yox olur. Yəni, ağ rəngli duz kristalları baxırsan ki, yoxdur da. Yəni, qabın, sən ora ağ kristal atmışsan, amma yox. Şəkər kristal atmışsan, amma yoxdur, məsələn. Amma silisium moki atmışdın, o qabın dibində qaldı. Düzdürmü? Bir saniyə. Kimsə başlayalım, deyəsən. Salam aleyküm. Haradasın sən? Necə icazəsən bana? Ben başka bir şey yok. Bugün sizin takmam çok geldi. Yaxşı. Dostluğumu başlayaq. Deməli olar. Dedi ki, bəzi maddələr var ki, onlar baxırsan ki, attın qaba, yox oldular məhlulda, o suda, yoxa çıxdılar sanki. Amma bəziləri də var ki, attın oraya heç bir dəyişiklik baş vermədi. Deməli, burada bəzi maddələr var ki, o yox olma deyil əslində. Onların həll olmasıdır. O maddələr həll olurlar həmin o məhlulda və ona biz əslində sanki bizim gözümüzdə yoxa çıxırmış kimi görünür. Amma orada nə prosesi baş verir əslində? Deməli, su molekulları və ya həll edici deyək də, indi su bizim həll edicimizdir orada. Su molekulları gəlir o bizim tökdüyümüz nə maddədirsə artıq, onu sanki mühasirəyə alır, onu həll edir özündə. Və o da sanki elə bil orada yoxa çıxırmış kimi görünür də bizim gözümüzə. Deməli uşaqlar, bu dediyimiz məsələ nədir? Biz maddələri tökəndə orada həll edici və həll olan adlı iki bir anlayış ortaya çıxır. Sənin qaba tökdüyün maddə sənin həll olan maddəndir. O qabın içində onu yoxa çıxaran, yəni onu özündə həll eləyən isə həll edicidir. Yəni məsələn, sudursa həll edicidir. Nə bilim, məsələn, xanımlar çoxsu tanışdı. Aseton da məsələn həll edicidir, tutaq ki. Nə isə asetonda həll eləyirsən. Dırnaq boyasıdır və s. Deməli, həll edici və həll olan olmaqla iki yerə bölünür məhlullar. Həll edici deməli, həll olanı özündə həll eləyir. Buna əsasən suyu misal göstərərik. Ən çox istifadə olunan odur. Həll olan da ki, duzdur, sudur və s. tökülür suya, həll olur. İndi uşaqlar, burada iki önəmli anlayış var. Bu məhlul anlayışında iki önəmli anlayış var. Bir, doymuş məhlul anlayışı, bir də doymamış məhlul anlayışı. Bu anlayış nədir? Baxın uşaqlar, doymuş və doymamış məhlul anlayışında nəyə diqqət etmək lazımdır? Məsələn, şirin çay hazırlayanda, tutaq ki, kiminsə ürəyi istəyir, məsələn, deyək ki, Asiyanın ürəyi istəyir, şirin çay hazırlayanda orada, nə bilim, 3 qaşıq peso və ya 3 qaşıq şəkər əldə eləyir. Hə. Amma deyək ki, İradənin ürəyi istəyir orada, məsələn, 5 qaşıq peso əldə eləyir, tutaq ki. İndi sən bunu həll elədin, məhlul hazırladın. Bəs yaxşı, bu maddə, hər bir maddənin orada bir həll ola biləcək miqdarı var. Şey də qayıdır, deyir ki, məsələn, Nihat da qayıdır ki, ay müəllim, mən deyir, orada tutaq ki, 8 qaşıq əldə eləmək istəyirəm. Bəs yaxşı, biz istədiyimiz qədər pesoq əldə eləyə bilərik, uşaqlar. Biz ürəyimiz istəyən qədər pesoğu töksək bu şəkərin istitisinə, o sizcə həll olarmı? Sonsuza qədər, nə qədər istəyən töküm həlli olsun. Bir müddətdən sonra doymuş məhlul olduğuna görə Aha, bir müddət sonra deməli bu həll olma prosesi dayanacaq. Fikir vermişsinizsə, məsələn, səhər bəlkə də şirin çay hazırlayanda pesoğu biraz tökürsən, birazdan baxırsan ki, stəkanın dibində sanki şəkər kristalları var. Fikir vermişsiniz, müşahidə eləmişsiniz bunu. Görürsən ki, şəkərin bəzisi həlli olmayıb sanki, yəni çox tökmüsən də. Biraz ağ eləmişsən sanki, yəni
çox olub deyə. Artıq tökdüyün o stəkanın dibində çöküntü kimi yığılır artıq. Həll ola bilmir. Deməli uşaqlar burada iki anlayış var. Doymuş və doymamış məhlul anlayışı. Bu nədir? Təsəvvür edin ki, siz götürdüyünüz o bir fincan çayda, yəni bir stəkan çay götürmüsünüz deyək ki. Həcmi də nə bilim indi 200 ml-də deyək indi bir stəkan çay. Götürmüsünüz onu və hesablanıb ki, bir stəkan çayda maksimum 6 dənə qənd parçası əldə etmək mümkündür. 6 qənd parçası əldə etmək mümkündür. Bundan artığını özünü də öldürsən mümkün deyil də. Maksimum və maksimum 6 qənd parçası həll eləmək olar. Aydındır? Maksimumudur bu. İndi sən deyirəm ki, məsələn, mən əgər bu stəkanda 4 dənə qənd parçası həll eləmişəmsə, 4 qənd parçası həll eləmişəmsə, daha yenə səncə burada mən qənd həll edə bilərəm uşaqlar? Edə bilərəm. Əla. Deməli onda sən məsələn yemək yemisən, sən kimdə soruşur ki, yenə versəm yeyə bilərsən, deyirsən ki, hə, deməli sən doymamısan da hələ. Yəni doymamışlıq anlayışı budur ki, əgər sənin o tökdüyün maddə ilə o məhlul doymayıbsa, hələ də sən ora maddə tökə bilərsənsə, hələ də maddə həll eləyə bilərsə həmin o məhlul, avtomatik olaraq bu deməli doymamış məhlul sayılır üzrsən. Deməli, əlavə olaraq sən hələ də orada maddə həll edə bilirsənsə, o doymamış məhluldur ki, doymuyor. Yəni bizim kimi. Doymamışıq, deyirib biraz da yeyə bilərik, məsələn. Yəni uşaqlar, doymamış məhlulun mənası oldu ki, sənin həll olan maddən hələ də həll ola bilərsə, daha da əlavə edə bilərsənsə, bu doymamış məhlul. Amma sən 6 qənd parçasını tökmüsən. Deyirsən ki, mənə görə bu hələ şirin deyil, mən biraz da tökmək istəyirəm. 7-8-ci atdın qaba, nə olacaq? Artıq bu doyub. Yeri yoxdur. Mümkün deyil də. Nə qarsan da bir stəkan çayda 6 qənd parçası həll ola bilirsə, ondan artıqını töksən nə olacaq uşaqlar? Həll olmayacaq. O pesoq yığılır, dedim bayaq qabın dibinə yığılır, belə gəlir, tökür. O formada qabın dibində qalacaq. Yəni artıq tökdüyün sənin oraya şirinlik verməyəcək. Boşu-boşuna israfdır yəni. Onun həll ola biləcəyi bir miqdar var. Aydındır? Deməli, doymamış məhlul oldu ki, sən hələ də o maddədən həll eləyə bilərsən, mümkündür. Doymuş məhlul oldu ki, sən artıq burada limitivə çatmısan və ondan artığı da neynəsən də mümkün deyil. İndi bu doymuş və doymamış anlayışını biz necə bilməliyik bəs? Nətər bilək ki, hansı maddənin məhlulu doyub, hansı doymayıb, onu hardan bilirik? Bir saniyə. Hə. Deməli, burada doymuşluq və doymamışlığı bilmək üçün deməli uşaqlar, nə lazımdır? Məsələn, mən indi demək istə ki, bir stəkanda 6 qənd parçası həll eləmək lazımdır. Həll eləmək olar maksimum. Şərt olaraq yazmışdım da. Bunun kimi sizə bir miqdar verilir. Bir parametrlər verilir ki, hər bir nə bilim maddənin həll olma qabiliyyəti var, filan kəs bu qədərdir, filan kəs bu qədərdir. Bir bu sizə verilir. Bu məlumatlar sizə verilir. Hər bir maddənin həll olma qabiliyyəti var. Bu müəyyən temperatur üçün hesablanır, müəyyən təzyiq üçün, yəni müəyyən bir şərait üçün hesablanıb artıq hər bir maddə üçün. Sizə sualların sonunda verilir. Məsələn, gümüş nitrat maddəsi həll olma qabiliyyəti 222 yazılıb bura. Bu nə demək uşaqlar? Maddələrin həll olma qabiliyyəti hər 100 milli su üçün və ya 100 qram su üçün hesablanır. Bilirsiniz uşaqlar, su üçün milli və ya qram anlayışı eyni şeydir də. Yəni suyun 100 millisi nə deməkdir? Elə 100 qram deməkdir də. Düzdür mü uşaqlar? Başqa maddələri belə deyil. Qətiyyən. Millini
Qrama çevirmək üçün nə etmək lazımdır uşaqlar? Uşaqlar, məsələn, mən desəm ki, sulfat turşusunun 1 litri neçə qramdır? Nə lazımdır onu tapmaq üçün? Sıxlığı lazımdır da. O bərabər deyim, belə ver. Sadəcə suyun deməli 1000 qram bölü litr olduğu üçün orada artıq suda neçə millidirsə həmin də qramdır. Suda sadəcə milli qram söhbətində problem yaranmır. Aydındır? Yəni bunu qarışdırarsınız birdən ki, gələn mənim burada nə bilim 100 milli idi, onu 100 qram kimi götürdü. Hə deməli harda kefim istəyir götürüm mən də. Ancaq suda bunu edə bilərik deyə deyirəm. Yaxşı? Başqa məsələn benzin olsa 800 olduğu üçün sıxlığı məsələn, hə bunun deməli 1 litri 800 qramdır məsələn. Yəni diqqət eləmək lazımdır bu şeylərə də. Adi yo, qətiyyən ehtiyac yoxdur. Bu veriləcəksə prosta cədvəlin mənasını bilməlisən. Ehtiyac yoxdur cədvəl öyrənməyə. Mənasını bilmək lazımdır. Cədvəl nə üçün verilib Günay bizə? Verilib ki, qızım, hər 100 milli suda sənin nə qədər madən həll ola bilir? Aydın 20 dərəcə temperaturda məsələn. Gümüş nitratın KH-ı 222-dirsə bunun mənası nədir? Sən yəni 100 milli su götürsən, orada maksimum nə qədər madən eləyə bilərsən balam? 222 qram gümüş nitrat əldə edə bilərsən. Aydındır? Bu sənə veriləcək. Sənə deyəcək ki, həll olma əmsalı gümüş nitratın 222-dir. Mən 210 qram kalium gümüş NaOH əldə eləmişəm. Bu məhlul doymuşdu, doymamışdı. Doymamış. Bu qədər doymamışdı. Bunu soruşacaqsın səndən. Və ya biraz məsələn rəqəmləri təhrif edəcəklər. Rəqəmləri nə verəcəklər? Deyəcəklər ki, 200 qram suda, cümləyə bax, 200 qram suda mən 440 qram gümüş NaOH əldə eləmişəm. Doymuşdu, doymamışdı. Doymamış. Yüzdə 222 idisə, 200-də 444 olar, eləmi? Amma mən 440 əldə eləmişəm. Deməli, hələ bunun doymağına 4 qram da var. Soruşacaqlar ki, bəs bunu doydurmaq üçün nə qarmaq olar? 4 qram da duz gəlmək olar. Aydındır uşaqlar? Və yaxud xörək duzu üçün. Deyəcək ki, məsələn, xörək duzunun 100 millisində, 100 milli deməyəcək, məsələn. Deyəcək ki, 50 milli su götürmüşəm, 50 milli suya tökmüşəm 19 qram xörək duzu. Doymuşdu, doymamışdı uşaqlar. Doymamış. Doymuş. İndi bu dəfə Laman şəkil gedəndə Qəbələdən keçib sənə bir dənə. Ben 10. Mən amonyaka baxmışam. 30, amonik Hep asit. yuxarı gedib biraz. Belə. 36'da. Yəni nə olacaq? Doymuş olur da. Doymuş olur. Demək uşaqlar, bir dənə də yaxşı. Bəs belə bir şey düşəcək də. Normalda 50 millidə nə qədər əlil ola bilərdi? 18. 36-dırsa KH, %36-dırsa 50 millidə 18 əlil ola bilərdi. Bəs 18-dən çox düşəndə nə olur sizcə? Gram harbun. 1 qram qabın dibində çökür qalır, həll olmur. Yəni uşaqlar, həmin temperatur üçün siz özünüzü də öldürsəz, o şeydən mümkün deyil ki, 1 qram artıq olsun. Aydındır? Mümkün deyil ondan artıq olsun. O 1 qram nə olacaq? Çökəcək qabın dibinə. Aydındır? Aydındır uşaqlar əmlə burası. Bax, problem varsa deyin burada. Olma qabiliyyətini özü verir də test. Təbii ki, qızım, təbii ki. Təbii ki, veriyor zaten. Bir saniye. Hə. Bura qədər. Problem yoxsa davam edeyim mən uşaqlar. İndi bu maddənin həll olma qabiliyyətinə təsir edir. Nə təsir edir? Hansı amil təsir edir? Maddələr elə standart eyni qədərmi həll olurlar bütün şəraitlərdə?
Deməli, baxın uşaqlar, maddələrin həll olmasına təsir edən amilləri yoxlamaq üçün sarı və təcrübəyə baxaq. Bir stəkan, bir stəkan qaynar suya, yəni təzə məsələn çay tökmüsünüz özünüzə, qaynardı çay, onda özünüz yoxlaya bilərsiniz. Şəkər tozunu həll edirsiniz çoxlu, çox həll edirsiniz. Sonra adicə ilə çayı içdiyi müddəti də. Biraz baxırsan ki, çay içəndə çay soyuyur yavaş-yavaş da. Çay soyuyur, baxırsan ki, çay soyuyan kimi pesoğun birazı çöktü qabın dibinə, stəkanın dibinə. Və yaxud bunu sürətli müşahidə eləmək istəsən evdə. Pesoğu həll elə, apara çayı qoy xaldenikə. 5 dəqiqədən çıxart məsələn. Ki, qoy soyusun da olsa. Görəsən ki, həll elədiyin pesoğu amma az həll eləmək olmaz da, çoxlu həll eləmək lazımdır yəni. Yəni bir 4 qaşıq, 5 qaşıq falan da. Görəcəksən ki, soyuyandan sonra birazı çöktü qabın dibinə həll elədiyin şəkərin. Deməli, buradan nə nəticə çıxartmaq olar? Temperatur yuxarı olanda yaxşı həll olur, soyuyanda yaxşı həll olmur. Çökür qabın dibinə. Deməli, temperatur təsir edir. Uşaqlar, gəlin diqqətlə bir dənə bura baxaq, bu cədvələ baxaq. Görün bu cədvəldən nə analiz edirik. Bax, burada 3 dənə bərk maddə vermişəm. Bu verdiyim bərk maddələrin həll olmalarını gəlin bu qrafiklə baxaq. Məsələn, şəkərin həll olması nə qədərdir? 20 dərəcədə nə qədər uşaqlar? 204. Əla, 204. Bax, 20 dərəcə şəkərdən danışıram ha, sırf. 20 dərəcədə 204-dür haradasa. Yəni, deyək ki, buralardır məsələn. Belə bir şey. Nöqtə qoydum bura. 40 dərəcədə daha nə qədərdir? 230. Yəni, buralardır haradasa. 60 dərəcədə nə qədərdir? 287. Yəni, buralardır haradasa. 80 dərəcədə nə qədərdir? 360. Yəni, buralar, 300-dən yuxarı buralardır. Fikir ver, bu nöqtələri birləşdirsən nə olar uşaqlar? Bax, belə bir şey var. Bax. Yəni, deməli, sənin şəkərinin həll olması. Fikir ver bir dənə. Temperaturla necə asılı oldu balam? Düz asılı oldu. Kəskin asılı oldu. Görürsən? 20 dərəcə artırırsan, həll olma 30-40 qram. Sonra nə bilim 100 qram artır kəskin sürəti. Görürsün? Deməli, həll olma temperaturla necə asılıdır? Düz asılıdır. Amma nələrin həll olması? Burada mən yazdığım nümunələr 5 nümunələrdir. Bax, kalium NO3-də belədir, görürsünüz. Natrium xlor da belədir, şəkər də belədir. Gəlin indi eyni təcrübəni qaz halında olan maddə üçün aparaq. Qaz halında olan maddələrdə necə olacaq da stresi? Qaz halında olan maddə, məsələn, nümunə üçün baxsaq, NO-ya bir dənə baxaq gəlin. NO-nun 0 dərəcədə həll olması nə qədərdir? 10. İndi bir dənə problem odur uşaqlar, mən bu qrafikə əslində intervalı gərək biraz böyük rəqəm verərdim. Ona diqqət eləməmişəm. Gəlin belə isə bunu məsələn 10 rəqəm götürək, bunu nə bilim 5 rəqəmi götürək, bunu 7 götürək, şərt olaraq da bunu 3 götürək, bunu 1 götürək, nəsə belə bir şey. İndi rəqəmlər eyni qalıb. Burada elə bir çox balaca yerdə olacaqda görmək çətin olacaq. Aydındır? Ona görə rəqəmləri böyüdürəm sanki, miqyası böyüdürəm də coğrafiyadakı kimi. Qoy biraz rahat görək miqyası. Deməli, burada NO-da uşaqlar. Nətər olacaq? Bax, 0 dərəcədə 10-dan başlayır. Yəni, 0 dərəcədə bu qədər həll olur. Bax, burada. İndi bunu 10 dərəcəyə artırır. Nə qədər həll olur bəs? 7, 18. Yəni, 7 nə üçün sərt yerini 7 ilə 5-in yerini tərsinə yazmışım. 7, 5. Hə, 7-yə düşür haradasa. 7-dən biraz yuxarıda. 20 dərəcəyə düşür bura. Fikir verin. Qızdırıram 20 dərəcəyə falan 6-ya düşür. Qızdırıram 30 dərəcəyə 5-ə düşür. Qızdırsam 50 dərəcəyə 3-ə düşəcək. Fikir ver, mən qızdırırsa nə olur? Həll olma. Düşür aşağıya, görürsən? Digərinə bax, CO-ya bax. 4-ün 2-dir. Qızdırıram 10 dərəcəyə 3-6. Qızdırıram 20 dərəcəyə 3. Qızdırıram 30 dərəcəyə 2-2. Deməli, qaz halında olan maddəni qızdırdıqca onun həll olması nə olur bala? Fikir verirsiniz. Gazı qızdırdım, azaldı.
Ama bərk halında olan maddəni qızdırdın balam. O ne oldu? Arttı. Bunun səbəblərini gələcəyik təbii ki. Səbəblərini biləcəyik. Prosta ilk növbədə hələ ki bu beyninizdə formalaşsın məlumatlar ki, nə baş verir? Bərk halında maddəni qızdıranda fikir verirsiniz rəqəmlərdən həll olma artır. Qaz halında maddəni amma qızdıranda onun həll olması azalır. Həll olma qabiliyyəti azalır. İndi gələk burada, məsələn, mən nümunə üçün burada göstərmişəm artıq ki, necədir. Gəlin indi baxaq görək. Bərk halda olan maddələrin həll olması temperaturla düz mütənasib asılı olduğunu gördünüz də özünüz, düzdürmü? Nə baş verir bəs yaxşı? Uşaqlar, bərk halda olan maddələrin temperaturla düz mütənasib olmasının səbəbi odur ki, deməli sən temperaturu artıranda bərk maddəni təşkil edən hissəciklər var. Məsələn, natrium xlordursa, natrium xlor, natrium müsbət, xlor mənfi bunlardan ibarətdir də, iyonlardan ibarət. Sən o maddəni qızdıranda bu hissəciklərin sürətini artırırsan və onlar məhlulda daha asan yayılırlar, daha asan paylanırlar. Ona görə də bərk maddələri qızdıranda hərəkət sürətlərini artırdığın üçün həll olmaları artır. Aydındır? Bərk maddələri qızdıranda onların həll olmaları artır. Bunu da unutsaz, yadda saxlamaq üçün ki, səhər sizin şirin çayınız nə qədər qaynar olsa, çayınız nə qədər qaynar olsa, onda pesoq əldə eləmək o qədər asan olur. Soyuq olanda mı? Olmur. Qazların həll olmasına temperatur nətər təsir edir uşaqlar? Özünüz gördünüz indi, qrafik özünüz qurdunuz. Nətər təsir elədi? Tərs mütənasib. Sən qızdırdıqca azaldı həll olması. Gördünüz də uşaqlar, düzdürmü? Orada nə baş verir bəs? Gəlin bir dənə şəklə baxaq uşaqlar. Bax, diqqətlə bu şəklə analiz edək. Sən temperaturu artıranda, deməli, o maddələrin qaz halında maddələr nədədir uşaqlar? Uçucudurlar, düzdürmü? Sən temperaturu artıranda o qazlar, qazların da deyil, sürəti artır, hərəkətliliyi artır və onlar məhlulu neynirlər balam? Məhlulu tərk edirlər, uçub gedirlər o qabdan. Qabı fikir ver bir dənə, qabı tərk edib, qabı uçub getdikləri üçün fikir ver bir dənə bura, məhlulun içində əvvəl gör nə qədər idi? İndi azaldı. Niyə? Çünki hamısı uçdu getdi çölə. Sən onu qızdıranda axı uçucudur qaz. Sürəti artır, qabı tərk edir, çıxır gedir. Aydındır? Ona görə də qazların məhlulunu qızdırmaq olmaz. Nə deməli olmaz? Yəni, həll olmanı artırmaq istəyirsənsə, qızdırmamalısan, soyutmalısan əksinə. Məntiq aydın uşaqlar? Buyur qızım, deyərəm, yaxşı. Bir dənə nəsə deyirdin Asiyə, de görüm qızım. Burada qabın ağzı bağlıdır, qapalı qab. Qabın ağzı bağlı deyil, balam. Mən demirəm çıxıb getdi ayrı ölkəyə. Bu qabın içindədir, amma məhluldan, buradan çıxır da balam. Suyun içindən çıxır, gəlir bura yığılır da, aydındır? Bəli. Məhlulda olmaq hali deməkdir. Məhlulda olmaq bu suyun içində deməkdir. Həll olmuş formada. Başa düşdün? Hərəkətliliyi artır, buranı çıxır, tərk edir qabı. Düzdür, ağzı bağlı olmaya da bilər. Ağzı bağlı olsa da fərq eləmir, amma ağzı bağlı olmasa lap azalır hətta. Aydındır? Bəli, bəli. Uşaqlar, bura qədər sual varmı kimdəsə? Onda burada temperatur artıranda prosesin sürəti artırdı, tərk edirlər. Necə olan bir dənədir? Demişdim. Yəni, bəzi uzaq verdiğimizi sonrası düşünürəm. Yəni, temperatur altında dəyişməklərini var. Bir dəqiqə. Temperatur artanda bərklərin həll olması artdı. Orada problem var, yoxsa? Mən ikisini bir-birindən ayrıldım. Temperatur artanda bərk maddələrin həll olması artır. Qazların həll olması amma azalır. Yəni, bərk maddələri, deməli, bax, bir dəqiqə, bax, balam.
Bərk maddələri həll eləyəndə bərk maddələr uçucu deyil. Məsələn, natrium xlordur tutaq ki, natrium xlordursa. Natrium məsələn uçucu deyil, düzdürmü? Məhlulun içində olur o. Yəni uçmur da buradan. Sən onu qızdıranda sadəcə onların sürəti artır deyə daha yaxşı yayılırlar məhlulun içində. Aydındır? Amma qazlar daha uçucudurlar. Tez uçurlar. Aydındır? Hə. Burada nə problem var balam burada? Başa düşmürəm, bu məhvumla bağlı demişsiniz. Necə? Aydın. Hı -hı. Deməli uşaqlar bax burada bərk maddələrdə temperaturu artırdıqda həll olma artır. Çünki o bərk maddələri daha yaxşı elə bil sanki belə deyək də enerjini verəndə onlar daha sürətli yayılırlar, daha hərəkətli olurlar və adı üstündə də bərkdir də bu. Yəni sən bunu balam neyniyəcəksən? Bəlkə orada qızdırmaqla onu sən uçura bilmirsən. Aydındır? Amma qaz halında maddələr asan uçucudurlar da. Bunlar zaten uçmağa meyillidirlər. Onsuz ki, aydındır? Biraz sana istiliyi verən kimi onlar qabı tərk edib gedirlər. O məhluldan çıxırlar. Ona görə də qaz halında maddələrin məhlullarını qızdıranda həll olmaları azalır. Aydındır balam? İndi qaz halında maddələrin yəni həll olmalarını artırmaq üçün nə qarmaq lazımdır? Həll olmalarını artırmaq üçün nə qarmaq lazımdır? Deməli. Bayaq sizə dedim ki, axı, indiki misalımızda. Qaz halında maddələrdə o qazlar bizim o məhlulumuzu tərk edib oradan uçucudurlar deyə çıxıb getməyə çalışırlar. Sən onları qaba qaytarmaq üçün nə edə bilərsən? Məntiqlə düşünək. Sıxsan yuxarıdan. Qabın həcmini azaltsan, sıxsan, onları məcbur eləyib elə bir içəri salarsan, məhlulun içinə, suyun içinə salarsan. Yəni təzyiqi artırsan, qabın həcmini azaltsan, avtomatik olaraq qazların həll olması nə olar? Artar. Məntiq aydındır niyə belə olur uşaqlar? Deməli, təzyiqi artıranda sən o həll olmayan, kənarda qalan qaz molekullarını da, yəni bu məhlulla tarazlıqda olan, çölə çıxan, gələn, burada kənarda qalan qaz molekullarını da qabın içinə, məhlulun içinə daxil olmağa məcbur eləyirsən. Sıxıb ora elə bir salırsan məcburiyyət alır. Çünki daha onun çıxmağa yeri qalmır da, qabın həcmini kiçildib salırsan qabın içinə. Ona görə də təzyiqi artıranda qazların həll olması nə olur bala? Artır. Aydındır? Bura qədər kimin problemi var? Deməli, qazların həll olmasına təzyiq necə təsir elədi? Düzmü tanırsın? Təzyiq artıranda, yəni qabı sıxanda, təzyiq artıranda qazlar daha yaxşı həll olur. İndi bir məsələ deyim. Sizə mən keçən dəfə də fizikadan da misal göstərmişdim ki, P bərabərdir. Nətər idi fizikadan? O bərk maddələrə təzyiq söhbəti var idi. Misal etmişdim sizə ki, bərk maddələrə demişdik, tarazlıqda danışmışdıq bunun üstünə ki, bərk maddələrə təzyiq təsir etmir demişdik. Bərk maddələrə təzyiq təsir etmir. Asıl, yəni ki, sən bərk maddədən danışırsansa, tutaq ki, sən bu məhlulda bir xörək duzu həll eləmisənsə, şəkər həll eləmisənsə, sən bunu yuxarıdan sıxmaqla xörək duzu üçün bir şey dəyişməyəcək. Çünki xörək duzu və ya şəkər molekulları bu məhlul buradadırsa, şəkər molekullarının bəziləri qabın çölündə buralardadır uşaqlar. Burada şəkər molekulları olurmu heç havada? Sən onu da sıxmaqla nə dəyişəcək Ləman? Necə bala? Yəni səslər qırıldı, bir də yerlər. Deyək balam, deyək. Bax, deyirəm ki, bax, bir dənə fərqə baxaq. Deməli, bax, nədir məsələ?
Təsəvvür elə ki, sənin məhluluğu hazırlamısan sən. Bu sənin şirin çayındır da deyək ki. Bu da qazlı sudur məsələn. Bu da qazlı sudur. Bax, sənin şirin çayında kənarda, məhluldan kənarda, buralarda, yəni məhluldan kənarda, buralarda pesox molekulları, yəni şəkər molekulları varmı balam? Yoxdur da. Qab, yəni nə tökmüsənsə qabın içindədir, suyun içindədir. Həll olub, kənara şəkər molekulları havada nətər duracaq, düzdürmü balam? Yoxdur burada. Sən onda bunu yoxdursa əgər orada, sən onu sıxmaqla, yəni burada Porsche ilə bunu sıxdın, gətirdin. Qabın həcmini kiçiltdin. Nə dəyişəcək bizim üçün? Heç bir şey. Amma məsələn karbon qazı əldə eləmisənsə, karbon qazı uçur, bəziləri burada uçub getmək istəyir, qaçmaq istəyir. Sən onu sıxıb gətirib içəri salmağa məcbur edirsən. Ona görə qazları təzyiq artıranda həll olma artır. Amma bərklərin vecinə deyil. Niyə? Çünki bərklər zaten çöldə deyil ki, sən onu sıxanda gəlib girsin içəriyə. Bərklərin hamısı qabın içindəydi onsuz ki. Ona görə onun üçün bir şey dəyişmir. Aydındır? İndi bunları məğzini anlayın deyə geniş danışıram. Sadə yadda saxlama yolu deyəcəm onsuz ki. Prosta yadda saxlama yolu ayrı şeydir. Temanı bilmək ayrı şeydir uşaqlar. Deməli, sizə bir sual verim indi. Qazlı içkilər, yəqin ki, əksəriyyətiniz indi içirsiniz. Tövsiyə bilmirəm düzü, amma yəni ümumiyyətlə indi əksəriyyətiniz az sonra istifadə edirsiniz də yəni. İndi yəni bu qazlı içkilərin üzərində nə yazılır uşaqlar? Yazılır ki, hamısına baxsaz, yazılır ki, soyuq halda için. Yazılır mı uşaqlar? Yazılır. Ağzı bağlı saxlayın, yazılır mı? Yazılır. Sizcə niyə belə yazılır? Gəlin bir dənə analiz edək. Bu sözlə bütün hər şeyi bayaqdan danışdığımızı bir dənə bu sözlə yadda saxlayaq. Temperatur artdıqca qazların həll olması azalır da. Aha. Deməli uşaqlar. Ay sağ ol. Deməli sən bu iki dənə sözlə bütün bu danışdığımızı ümumiləşdirə bilərsən ki, apar məsələn, nəsə bir şey qazlı su almısan. İndi reklam olmasın burada. Fantadan nə bilim nədənsə artıq biri almısan, nə deyək ki. İndi bunu aparıb evdə bir dənə biraz isti, qoy biraz isinsin, qaynat biraz. Sonra iç görüm dadı olacaqmı onun? Dadı olmayacaq. Pis dadacaq. Niyə? Çünki o isinəndə onun içində həll elədikləri qaz nə olacaq? Çıxıb gedəcək. Niyə? Çünki qazların həll olması temperaturla necə asılı idi? Tərs asılı idi. Qazların əldə olması temperaturdan tərs asılı olduğu üçün qazlı sular isinən kimi pis dadırlar. Dadları itirirlər. Onlar ona görə qorxularından deyirlər ki, soyuq halda için ki, üzə çıxmasın da bunun şeyi. Yəni soyuq halda içmək lazımdır qazlı suları. Aydındır? İndi qazın həll olması aşağı düşməsin deyə. Gəldi indi burada ağzı bağlı saxlayın sözüdəki. Yüksək təzyiq altında qazı ora vurub həll eləyib ağzını bağlayırlar. Sən onun qapağını açanda fışıltı ilə elə bil hiss edirsən, düzdürmü? Təzyiq orada elə bil azalır. Açan kimi hiss edirsən ki, fışıltı ilə çıxdı sanki oradan. Nəsə müəyyən qədər təzyiq orada azalır da elə bil ki. Deməli, orada təzyiq altında onu sıxıb həll eləyirlər o qazı. Sən o qapağı açan kimi müəyyən qədər artıq orada başlayır dadını itirməyə. Hətta ağzı açıq biraz saxlasaz görəsiniz ki, əvvəl kimi dadmır. Çünki sən onun təzyiqini aşağı saldın, ağzını açdın, qaz molekulları tərk elədi, uçdu getdi müəyyən qədər və nəticədə dadını itirdi yenə də. Aydındır? Yəni, soyuq halda için ağzı bağlı saxlayın sözlərinin yazılma səbəbi deməli buradan gəlirmiş. Aydın uşaqlar? Bax, bunu kitabda da bu formada deməli vermişəm. Buradan oxuyarsınız. Hətta bax, bu kitablardan sonra elə sinif kitablarında da artıq belə verilir. Bu misal yəni qloballaşıb. Ona görə
Bu misalın timsalında nədə saxlayın ki, sizə rahat olsun. Sizə yaxşı misal aldım inşallah. Bu danışdıqlarım hamısı aydındamı ya? Bəli, Bəli. bəli. Deməli, bərk maddələrin həll olması temperaturla düz, qazların temperaturla tərs, Tərs. təzyiqdən isə qazlarınki düz, duzlarınki, bərk maddələrinki asılı deyil, əsasən. Yəni, əsasən belədir. Tendensiya əsasən belədir də, yəni bu istiqamətdə bu tendensiya. Aydın uşaqlar? Bəli. Eyvallah. İndi burada məsələlərimiz var. Əslində mən bəlkə belə bir şey eləyək. Gəlin belə eləyək uşaqlar. Bu dərsi buna ayıraq ki, buradan bir neçə nümunə də işləyək bir yerdə. O digər qalaq bölməmizə ayrıca vaxt ayıracam. Çünki buradan bir neçə test işləyək ki, siz evdə karıxmayasınız, deməyəsiniz ki, bəs bu nədir? Nə bilim, hardan düşdük bu bəlaya? Ona görə bir yerdə biraz test işləyək. Deməli, nümunələrdən sıra-sıra gedək də. Aha. 8-ci sual gəlin işləyək. Hamı 8-ci sual işləsin. Müəllim, səhvə neçədə idi? Səhifə deməli səhifə balam ekranda niyə baxmırsan? Ekran rahat deyil qızım. Yox, kitabdan baxmaq istəyirəm, gözüm ağrıyır ona görə. Yaxşı, yaxşı. 77 balam. 77. 77. Səhvədir. 77. Yazdım. Mən yazdım. Müəllim, mən də yazdım. Yazdım müəllim. Mən də yazdım. Yaz. Hamı yazdı. Hə, Mən də yazdım. Mən də yazdım. Əla. Cavab C var. C variantı xörək düzmə. Bəli. Bakır var ya. Məncə. tapa bilməyən var mı C bəndən uşaqlar? Yəni mən daha bilmiyordum bir şey söyleyeyim. Nə tapmısan qızım? Bax balam. 150 millisya 50 qram maddə ilə əlavə edirik. Deməli, məsələn, xörək duzundan gəl baxaq. Xörək duzunun 100 millidə 36 qramı həll olur. 100 millidə 36 həll olursa, 100 millidə 36 həll olursa balam. 150 milli suda bu yazığın maksimum nə qədər həll olar balam? X bərabər 54 eləyər məncə. Düzdür? Bəli. Deməli,
Sənin 150 milli suyunda 54 qram maddən həll ola bilər. Amma sən nə qarmısan? 50 qram həll eləmisən balam. 50 qram həll eləmisənsə, Ben kabarttım da diyeceğim sonra. aha, hələ 54, axı sən 54 eləyə bilərdin. Amma nə qarmısan 50 eləmisən. Deməli doymuyub da, hələ bu 4 tökə bilərsən sən qaba balam. Hələ bu doymalıdır, aydındır? 4 qram hələ bunun yeri var. Hələ yeyə bilər. Aydındır? Ona görə xörək tuzu məhlulu nə olacaq? Doymamış olacaq. Aydındır? Ama ciğerleri doymuşmuş. Amma digərinə baxsan, məsələn, tənasibi qursaq, balam bax. Bu 32-dir qarşı. Yəni 100-ündə, hər 100 üçün, 100-ündə 32, 150-sində x 48 həll ola bilər. Bu maksimumudur. Topudur artıq bunun. Maksimumu. Ən yuxarı leveldir artıq bu. Bundan yuxarısı mümkün deyil. Aydındır? İndi 48 həll ola bilərdi. Sən nə qarmısan qaba? 50 tökmüsən deyirəm. 50 bunun içindədir artıq. O ən maksimum leveli keçmək deməkdir. Aydındır? Ona görə hətta 2 qramı nə olacaq qızım? Çökəcək qabın dibinə. 2 qramı artıq qalma deyəndə çökür qabın dibinə də belə deyək. Yaxşı? Aydındır çocuklar. Aydın. Aydın. Əla. On ikinci suala bir dənə həll eləməyə çalışacağız. Bu kadar vaxtı cəmaət kitabın hamısını yazardı, eyvallah. Ben yazdım. Ben de yazdım. Ben de. Hı -hı. Yaz. Yaz. Deyinməsəm deyə səs sorağına çıxmır. Hə, hamı həll elədi. Benim orada gram bölünsün 100 gram su ne deməkdir? Yəni həll olma qabiliyyəti, madənin həll olma qabiliyyəti hər 100 qram su üçün hesablanır. Madənin qramı bölü 100 qram su. Məsələn, mən yazıram ki, xörək duzunun həll olması 36 qram bölü 100 qram sudur. Bunun mənası odur ki, hər 100 qram suda 36 qram xörək duzu həll olur. Aydındır? Bəli. Yəni həll olma hər 100 qrama görə tapılır da balam. Başa düşdün? Hər 100 qram suya görə. Bəs burada müəllim yazanda tənasübçü 350-yə 450 isə 100 eksi. Burada cavab 180 alınır. Öğretmenim. İzah edebilirim. Sənə xətir və bax. Burada A bəndini eləyə 180 yaxşı. Ay Əsya, 250 milli suya sən 450 qram duz mu həll eləmisən ay balam? 350 qram doymuş mu? Məhlul almısan. Sən deməli balam 250 suya neçə qram 250 qram suya neçə qram duz gəlsən 450 məhlul olar? 200. Hə, başa düşdüm. Sabahın xeyir. 200 qram deməli duz gəlsən, sənin cəmi məhlulun 400 olar. Uşaqlar aydındır? Yəni mən sizə 450 qram duz əldə eləmişəm, yazmamışam axı bu sualda. Niyə elə deyirsiniz ki? 250 milli, yəni suyun millisi qramıdır dedik bayaq. 250 qram suda 450 qram maddə yox, üzrsən. Nə qədərsə maddə həll eləmişəm və 450 qram obşu məhlul almışam. 450 qram məhlul almışamsa 250-nin üstə neçə gələndə 450 alaram? 200 gələndə. Sən demə 250 suda 200 qram duz həll olur.
həll olma qabiliyyəti verilir vahid ilə. 100 qram su görəcək bana. 250 su 200 qram duz əldə eləyirsə, 100 su x qram duz əldə eləyir. Buradan cavab çıxır neçə? Saysan. 80. Sonra. Sonra ne vereyim size? Yirmi birinci sual. Tapdım müəllim. Mən də tapdım. Evet. Müəllim, mən də tapdım. Ben de Benim de taptım. Evet. Siz. Tapmayan kaldı mı aramızda uşaqlar? Hı? Mən yazabildim. Yazabilmedin? Ne sonunda? Eyb. Boy. Niye böyle? Hara çətinliklər balam da görün mənə. Sən öz fikrini de mən baxım görüm harda çətinliyimiz var. Hı. Mən burada deyir ki, Hı. 30 qramı şüzə əlavə edir, nəticədə 324. Deməli, 6-sı uçub çıxıb gelir. Ya uçub demədə çöküb qabın dibinə yəni həll olmayıb da hə. Yəni sən 300 qram suya balam. 30 qram tökmüsən, amma sənin məhlulun 330 olmayıb, 324 olub. Deməli sən neçə qram duz həll edə bilmisən əslində? 30 qram tökməklə deyil də, sən tökdüyün o demək deyil ki, bala, sənin qaba tökdüyün mütləq həll olmalı deyə bir qayda yoxdur da. 24 qramı həll ola bilir onun yəni. Aydındır bala? Onda 324 isə 100-ə də x. Su qutardı bəli. Baxın. Sizin qaba tökdüyünüz, əlavə elədiyiniz maddə qayda yoxdur ki, yəni qayda yoxdur ki. Sən nə tökdün həll olmalıdır. Belə bir qayda yoxdur. O su, nə qədər su varsa sənin əlində, həmin temperaturda nə qədər həll edə bilirsə maksimum onu həll eləyir. Artığını həll edə bilmir də. Yəni doyur, daha ondan sonrasını götürə bilmir yazır. Nə varsa artıq o da tökür qabın dibinə. Avtomatik olaraq deməli, məhlulda deyəndə, yəni baxın uşaqlar, sizə bir dənə cümlə deyim birinci növbədə. Ən çox qarışdırılan nədir? Uşaqlar bəzən qabın içində ilə məhluldakını qarışdırırlar. Qabda olmaq, məhlulda olmaq demək deyil. Yəni, sən bu suya qum töksən, qumu tökmüşəm. Bu qum məhlulda mı olacaq uşaqlar sizcə? Xeyr. Harada olacaq? Hayır. Bu qabın dibində olacaq. Qabın dibində. Qabın dibində olmaq məhlulda demək deyil uşaqlar. Məhlul bilirsiniz nədir? Məhlul. Homogen olaraq, məsələn, bax, bu göy deyək ki, həll edicidir. Bu yaşıl da deyək ki, həll olandır. Bərabər şəkildə burada bir-birləri arasında paylanma deməkdir məhlul. Yəni sən bir dənə qaşığı alırsan, bura salırsan, götürürsən buradan qaşığına, orada nə gəldi? O sənin məhlulundur sanki, belə düşün. Bərabər formada paylanmalıdır burada. Hər bir nöqtəsində eyni şəkildə paylanmalıdır. Məhlul bu deməkdir. Yoxsa sənin qabının dibinə getdi, çöktü, bunun qabın divarından nə fərqi var ki bizim üçün? O məhlulda olmaq sayılmır. Məhlulda olmaq, homogen olaraq məhlulun
Hər yerində paylanmaq deməkdir. Ona görə də 30 qramı 30 qramı 300 qram suya əlavə edəndə 330 olmadı. 324 oldu. Deməli cəmi 24 qramı həll ola bildi. Aydındır? Cəmi 24 qram həll ola bildi. Müəllim, burada həmin temperaturda dediyinə görə biz 20 dərəcə Selsiyə hesabladıq da. Bəs nə vaxt 100 dərəcə Selsiyə əsasını hesablayardıq? Şərt necə verilsəydi? Şərti var amma onu özü, yəni bilirsən necə? Sənə bu verilən şərt 100 dərəcə üçün verilirsə, nə verilirsə, cavabda da həmin dərəcə üçün soruşulur da bala. Yox, fərqli dərəcələr olsa, necə qızım? Yəni dərəcə nə qədər verilərsə, həmişə ona görə Ona görə hesablayırsan. hesablayırsan. Əgər fərqli olarsa, o zaman artıq sual çətinləşər və daha da qəşəng suallar ortaya çıxar ki, for example. Bax, deyir, kəndə düşən ağlamaz deyir. Ölün istədim, bax bunu. Hə, 45-ci sual. Ya da 45-dən qabaq baxın. 45-dən qabaq biraz bunun daha sadəsi varsa ona baxaq. Sonra gedək ona da şey yoxsa. Məncə yoxdur elə. Hə, elə 45 sadəsi deyirsən. Bəs 45-ə baxaq da elə. Hə. Buna baxın görək. Beşinci sual. Mən yazdım. Bir nəfər yazıb. Mən də yazdım. Ben de. Mən də yazdım. Yox. Ben yazdım ama tam değil çalışmadım. Yazdım. Baxaq, maalesef. Yazdım müəllim. Yazdım müəllim, amma yoxladım, səhv çıxdı. Niyə çay bala? Mənim nəsə bir cür sual. Nə çıxıb ki cavab? Cavab C-dir. Heç adamın ağlına gəlmədi. Niyə ay bala? Sən nə yazmışdın bala? Mən alma yazdım. Gram verirsə 40 gram da olur. Baxım görüm. Və səncə Yox. Səncə bu sualı yazanda sən nə yazmısan? A bəndi yazmısan? Ay müəllim, heç müəllim suya əlavə eləməmiş. Hani bu 20 qram. Hə, mən səncə bəs sual yazanda o 20 qrama görə arada 20 qram fərqlə cavab qoymağı fikirləşməmişəm səncə? Yox müəllim, mən səhvdən aldım. Səhvdən üstündə 20 gəldim, o bir temperaturda 100 yazdım. Yox, dayan gör o tərəf. Sən də tərəf. Yox, düz olmadı. Sən nə almısan? Sən nə bənd almısan? Mən D almışam. D almısan. Hə, heyf. O da suya əlavə oldu, altda olmadı. Əslində sadə sualdır əslində. Biraz prosta diqqət eləmək lazımdır. Çox ay baxın, deməli gəlin birinci növbədə. Nəyə fikir verək? Bax, sənin məhlulunu soyudan zaman nə baş verir? Gəlin bir dənə bunun üzərində biraz dayanaq. Ki qoy buranı tam belə dərinliyinə kimi biləsiniz də.
Burada bayaq sizlə qrafik qurdu və xatırlayırsınız. Bəli. Gəlin o qrafikin indi burada biraz böyüdün, bunun üzərine danışaq. Bax. Bu maddə şərt olaraq ürəyiniz istəyən birini seçin işləyək. Məsələn, pesoqdan danışaq, şəkərdən danışaq. Bizim bu şəkərimiz sarı rəngli qrafikdir. Digərlərinə baxmırıq artıq. Bax balam. 70 dərəcədə nə qədər həll olur? Baba qalxıram bura. Hardasa deyək 350. 70 dərəcədə bu maddə 100 milli suda 350 qram həll ola bilir. Qrafik 100 milli, yox, üzr sayın. 100 milli su üçün verilib də, hə. Deməli 100 milli suda 350 qram həll ola bilir. Aydındır? Sən indi bunu soyudanda 50 dərəcə soyudanda, məsələn şərt olaraq 50 dərəcə soyudanda hardasa gəlir deyək uşaqlar, rəqəm yuvarlaq olsun, 300-ə gəlir hardasa. Aydındır? Bəli. Sən indi bunu 70 dərəcə temperaturda gətirdin bir stəkana, tökdün o 100 milli suyu var. 350 qram pesoğu tökdün, doymuş məhlulu hazırladın. Bunu qoydun biraz soyudu. Soyuyanda 50 dərəcə düşəndə artıq 50 dərəcədə sənin 100 milli suyunda nə qədər maddə həll ola bilir? 300 qram həll ola bilir. Elə deyil uşaqlar? Diqqətlə baxın bura. Bayaq 350 həll ola bilirdi. 350-ni həll eləmişdin. Doymuş məhlulu almışdın. İndi gözledin biraz soyudu. Soyuyanda bu yazığın həll olması düşdü aşağıya. Həll olma aşağıya düşəndə sənin o əlavə həll eləyə bildiyin aradakı fərq var, balam, 50 qram. Axı bayaq 350 eləmişsən, indi 350 ola bilir. 50 qram nə olur? Qabın dibinə yavaş-yavaş soyuduqca kristallaşır, yığılır qabın dibində. Aydındır çocuklar? Bəli. Digər yoldaşlar. Bəli. Bəli. Aydın ben. İndi sən bunu biraz da soyutsan, məsələn, deyək ki, ürəyim istəyir 20 dərəcə soyuduram. 20 dərəcədə KH nə qədər uşaqlar? Həll olma misalı 200-dür. Deməli 50 dərəcədən 20 dərəcəyə soyudanda nə olacaq? Hələ 100 qram da düşəcək qabın dibinə. Görürsünüz? Yəni soyutduqca deməli həll olma aşağı düşdüyü üçün sənin o əlavə həll eləyə bildiyin duz tədricən çökür qabın dibinə balam. Aydındır? Bəli. Digər yoldaşlar, səs sorağı çıxmayanlar, qəflət yuxusunda olanlar. Bəli, bəli. Hamı aydındır? Aydın Ben- ben. Aydın. Problem olsa deyil, narahat olmayın. Deməli uşaqlar, burada bu soyuma zaman. İndi mən sənə bir şey deyim də. İndi mən o demək deyil ki, mütləq indi əlimdə 100 milli su ilə gəzməliyəm. Bəlkə mənim keyfim istəyir 200 milli su götürmüşəm. Bəlkə yarım litr su götürmüşəm. Bəlkə bir ton su götürmüşəm. Bu dediyim qrafik nə üçün qurulub bala? 100 milli su üçün qurulub, belə deyil? Bəli. İndi 100 milli suyu 70-dən 50-yə soyudanda nə qədər duz söydü eləmə? 50 qram çəkmədi bala? Bəli. İndi mənim keyfim istəyir 200 milli su götürmüşəm. Nə qədər düşəcək yanında? 60. 60-dan ay bala. 25 olmaz. Yox, 70'dən neçə oldu? 50-dirsə. Ay bala 100 milli suda dərəcələr formaldır. Dərəcələrdən rəqəm işləmirsiniz. Dərəcələrin, rəqəmlərin nə mənada önəmli deyil. Dərəcələrin rəqəmini vurub bölmək ilə anlayış yoxdur. Prosta dərəcələr məlumat verir ki, burada nə qədərdir, burada nə qədər. Aydındır? 100 milli su üçün nə qədər duz söydü bayaq? 50. 50 qram. İndi 100 milli suda 50 qram idi. 200 milli suda nə qədər var ay bala? 100. 100 qram. Ben niyə mənə 60 deyirsən sən bayaq? Ben 30 kimi içdim nəsə. Bayaq danışmıyorum. Daha çox həll olmaz. Daha çox həll olar. Daha soyuyana daha çox su şəkər də bala. Həm ümumi qrafik 200 milli olsa. Yox. Qrafik belə qalır. Mən sənə deyirəm ki, indi 200 milli su üçün biz 70 dərəcədə doymuş məhlul yaratsaq və 200 milli suyun o yaratdığın məhlulu soyutsaq nə baş verər? Sən artıq
200 milli suda 70 dərəcədə neçə qram duz əldə edə bilərsən? Axı yüzdə 350 idi. 357. Ay sağ ol. Burada 300 idi 600. Yəni arada artıq 100 qram fərq yaranır. Sən durub indi hər dəfə elə hər ikisini tapmağa ehtiyac yoxdur ki. Sən bilməlisən ki, sənin bu qrafikindəki fərqin mənasıdır balam bu fərq. Bu aradakı fərq var, 50 qram. Bu onu göstərir ki, hər 100 milli su 50 qram duzun çökməsinə səbəb olur. Yəni soydanda, doymuş məhlul soydanda hər 100 milli suda 50 qram duz çökür. 300 milli suda nə qədər çökər bəs? X. Aydındır? Bəli. 150 olar bu da. 500 millidə nə qədər olar? Yəni, belə də yəni. Aydın uşaqlar? Tək aydın olsun. Nə deyək? Yalandan bəri deməyin amma. Bayaqki məsələdə bəs suyun miqdarı dəyişmişdi. Gəlirik orada, gəlirik. Yuxarıdan. Bunu bir də eləyin sonra gedək. 46-nı eləyin sonra gələcəm ona. Ay ay ay. Onunla Mən üzr sən neçə edirsən? Mağa nə ilə məşğulsan, ay basan orada? Yatırsan? Mən otaq dəyişirdim. 46. Yaxşı. Mən də yazdım. Mən də yazdım. Ben de yazdım. Ben yazabilirim. Evet. Niyə yazılmadan yatırız qızım? Bax, baxaq bir yerə. Digər yoldaşlar, yazıb bitirdiniz? Yazdım mən də. Yazdım. Mən yaza əla. bilmədim. Yazdım ben. Hadi bax qızım, bu Yazabilmem. yaza bilmədim. Bax bala. Bu qrafik 100 milli su üçün verildi. 100 milli suda 40 dərəcədə maddə fikir verin. Həll ola bilir 120 qram. 30 dərəcəyə soyudanda həll ola bilir 80 qram. Yəni sən hər 100 milli su götürsən, orada tutaq ki, bayaq 40 dərəcə temperaturda 120 qram həll eləmişdinsə, 30 dərəcə temperaturda 80 qram həll oldu. Yəni bunu soyudanda balam, buradan bura soyudanda nə baş verdi? 100 milli neçə qram duz söktü? Aradakı fərq qədər də sən bayaq elə bil 100 milli suda 120 həll edə bilirdin. İndi bunu soyudanda burada temperaturu düşdü aşağıya, həll olma düşdü aşağıya, artıq 80 qram həll edə bilirsən. Bayaq 120 həll eləmişdin. İndi bu soyuyanda bunun 80-i həll ola bilir. Qalan 40-ına qədər riayət et. Sökür balam qabın dibinə. Aydındır? Aydındır qızım? Benim burada yani %80 anlık %80. Balam 120-dən sən 120 hardan gedirsən? 120 hardan çıxır balam orada? Sən 120-dən o tənasüb deyil balam. Sən onu qarışdırma. Mən sənə deyirəm cümləmə bir dənə diqqətlə qulaq as balam. Sənin bu 40 dərəcə temperaturda nə qədər maddən həll ola bilir balam? 100 milli su üçün. Aytaz 100 milli suda balam. 40 dərəcə temperaturda nə qədər maddə həll ola bilir Aytaz? 120 gram. Ay sağ ol. 120 qramı həll elədin. Aydındır? Məhlul doymuş məhlul. İndi bunu soyudursan 30 dərəcəyə. 30 dərəcə soyudanda bu məhluldur. Nə baş verir balam?
Sənin 30 dərəcəndə neçə qram maddə həll ola bilir artıq həmin suda, 100 milli suda? 80 gram. Yaxşı, indi 80 qramı həll ola bilir bu 120-nin. Qalan 40-ı nə olar bəs səncə? Ben çeşitli. Ay, sağ ol. O lazımdır da mənə. Deməli, sən bu məhlulu soyudanda bu temperaturların arasındakı KH fərqi var. O fərq qədər çökür qabın dibinə balam. Aydındır? Resmen bu şarttır ya 80 gram. Şərtə getmə balam. Şərti boş ver. O boş söhbətdir orası hələ. Orada sonraki məsələdir. Sən niyə qatırsan şərti bura? Sən hələ birinci bunu anla ki, şərti inteqrasiya edə bilək də biz balam. Sən buranı tutmadan, buranı da gedək biz balam. Oranı boş ver edək ki sən. Deməli, burada sən bu məhlulu soyudanda nə baş verir balam? 80 qram əlavə maddə. Sual ayrı sualdır. Yəni sualı başqa suala sonra gələcək onsuz ki. Arada 40 qram, arada 40 qram. Maddə çökür. Aydındır? Ay sağ ol. İndi bu sualın şərti məğzi başqadır. Mən o sualdan danışdığım üçün qrafikin üstə danışmaq üçün gəlmişəm bu suala. İndi bu sualı həll eləyək, sonra bu dediyimə gələcəm onsuz ki. Bu sualı həll eləyək, qoy soruşmuşam bu sualı sizdən. 80 qramı 40 dərəcə temperaturda 80 milli suda həll edilmişdir. Burada kökündən söhbət getmir uşaqlar burada. Yəni burada sadəcə söhbət 40 dərəcə temperaturdan getdiyi üçün əlavə özünüzü yormağa ehtiyac yoxdur ümumiyyətlə. 40 dərəcədə 120 qramdır KH. Yazırsan ki, yəni 100 milli su üçün hər 100 milli suda 120 qram maddə həll olur. 80 milli suda neçə qram maddə həll olar? Tapırsan burada neçə 96 qram. Deməli sənin 96 qram maddə həll ola bilər. Amma sən 80 qram həll eləmisənsə, deməli daha plus 16 qram həll eləyə bilərsən bu qədər. Bu sual başqadır. Mən də nə deyirəm, oradan gəldim ki, bayaqki danışdığımın üzərində qrafikin üstündə soymanı göstərim sizə. Sualın məğzi burada biraz fərqlidir. Prosto sualın sonu biraz fərqlidir. Məsələn, indi dediyim o sual 49 idi. Mən seçim 46-ını dedim sizə bayaq. 49-u bir dənə işləyək indi. Ben de yazdım. Mən də Ben de yazdım. 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 Ben de yazdım. Hamı yazdı. mən də yazdım. Ben de yazdım. Yazmayan qaldı mı? Alınmayan qaldı mı kimdəsə? Kimdəsə? Nəhayət müəllim bu düz çıxdı şükür Allah. Ben bu Evet. kendi 100 gramda 50 litre Necə balam? Bax, 100 milli su üçün vermişəm. Sən bunu 50 dərəcədən 20 dərəcəyə soyudanda, bax, aradakı fərq qədər çökür qabın dibinə. Yəni neçə qram çökür Aytəz? Nə qədər? 8 Amma nə qədər su üçün 8 qram su çökür? Qrafik 100 milli su üçün. Bu qrafik, yəni yadda saxla balam, o qrafik 100 milli su üzərində qurulan qrafikdir. Hər 100 milli suda balam 8 qram duz çökər. Sənin 40 milli suyun var. 40 milli su nə qədər duz çökər? Su, tarih su. Aydındır? İndi gələk bir dənə də bu sualımıza. Bu sualda da uşaqlar, mən gözləyirdim ki, eləyəsiniz. İndi belə eləyək də, gəlin, belə eləyək. Gəlin, indi fikirləşin də, yaxşı. Bayaq deyək ki, indi. Mən indi fikirləşdim, indi düz qaldı. Ay, sən bax, Mən əvvəl 50-ni 100-ə hesablayırdım.
Yüzü 50'ye hesaplamışız. Görsən bax. Ters getmiş. İndi digər arkadaşlara baxsın görək. Məncə də taparsınız da, məncə. Ben aslında Ümumiyyətlə bütün mövzular elədir ki, balam. Anlayandan sonra çətin bölmə anlar, ümumiyyətlə yoxdur ki. Uşaqlar nə fikirləşirsiniz? Yazdım müəllim. Siz bu sualı yenə kimi cəmaət 50 dərəcədə məhlul hazırlayıb, soyudub praktik olaraq yoxlayardı. Kimlər də alındı, kimlər alınmadı? Ben Evet. ilk defadan almıştım. Alınmışdı birinci dəfədən. Ben de. Digər arkadaşlar bəs? Mən də bir Ben de Əlasız. Gülay alındı kızım. şey böyle bakmadı. Bilmiyorum. Baxarız. Yaxşı, baxarım nə yaratır. Məndə də alınmadı. Gülay da niyə qızım? Mən birinci səfər yazmışdım. Onda almışdım, onu yenə alınmadı. Yaxşı, baxarım bir dəqiqə nə yaratır. Sevil, sən aldın balam? Subra, sən də alındı kızım. Bəli, ilk dəfədən alınmışdı. Əlasan, əla. Şəbnəm, sən də? Bəli, müəllim alındı. Aha. Solmaz, sən də? Alınmadı müəllim. Baxarıq indi. Zahidə, Suqra, sizdə nətədir vəziyyət? Bəli. Alındı. Suqra, sən də? Mən bir dəfə də deyirəm, bu birinci dəfə alınıb məndə. Alınıb, hə, deyirsən. Mən də yuxarı qalxıram, adına şey danışırsan yuxarı, adın yuxarı düşür. Aşağı çevirirəm, adına aşağı düşür. Qarışır. Əla. Zəhra, sizdə Zəhralar. Zeynəb, səndə? Alındı benim ikinci de. Əla. Müəllim. Mən çoxumuzda alınıb şey belə görürəm ki, nə yaxşı. Deməli, mövzunun temasını tam hiss edirik, yavaş-yavaş. İndi uşaqlar, bunu da bir dənə tam... Suqra, sən də alın da, Suqra, düzdür? Bir dəfə də soruşum, səndən sonra başlayır. Alınıb. Deməli, natrium nitrat maddəsinin 40 qramı 20 dərəcə temperaturda 50 ml suda həll edilir. Doymuş məhlul yaradılır. Bu məhlul 50 dərəcə temperatura qədər qızdırıldığı zaman doymamış məhlul yaranır. Niyə görə uşaqlar? Çünki sən bu məhlulu qızdıranda o maddənin həll olma qabiliyyəti artır və daha çox maddə həll olmaq istəyir orada. Çünki qrafika bilən diqqətlə baxın, şərti olaraq birinin üstündə işləyirəm məsələn. Yəni, deyək ki, bu maddənin 20 dərəcədə həll olması 40-dırsa, sən bunu 40 qramı həll edib doymuş məhlul yaratmışsansa, sən bu məhlulu qızdıranda, isidəndə həll olma qabiliyyəti artır deyə daha da çox duz istəyir səndən həll olmağa və ya şəkər istəyir, nəsə artıq, nədirsə. İndi uşaqlar burada 20 dərəcədə 40 qram maddəni 50 milli suda həll edib doymuş məhlul yaratmışam. Onda 20 dərəcə temperatur üçün həll olmanı tapaq. Həll olma uşaqları 100 milli üçün tapılmırmı? Sənin 50 milli suyunda 40 qram maddə həll olursa 100 milli suyunda nə qədər maddəli olar əslində? 80. 80. Deməli belə çıxır ki, sənin 20 dərəcən, yəni 20 dərəcə qrafikin var, o şeyimizdə bizim, nədir onun adı? Grafikimizdə dərəcələr var axı, 20 dərəcədə, 50 dərəcədə, KH-larımız var axı. Deməli sənin 100 milli su üçün 20 dərəcədə KH-ın nə qədərdir balam? KH nə düşər? Həll olma misalı. KH o deməkdir yəni. K, həll olma qabiliyyəti mənasını deyirəm. Həll olma qabiliyyəti nə qədər 20 dərəcədə uşaqlar? 80. Onda 20-də 80 olan cavabımız bir D bəndi var. Yaxşı, damanın cavabı. Bir də 20-də 80 olan cavabı C bəndi var. Aydındır?
Davamı nətə gedir bəs? Davamını çaşdırmaq üçün təbii ki, 20 qram duz əlavə etmək lazımdır ki, doymuş məhlul alınsın yazmışam. Cavabı da 100 cavabı da var. 80-100 arası 20 qram fərq var. Amma nə məsələ var? Axı sənin 50 milli suyun var. Sən hər 50 milli suyu doydurmaq üçün aradakı fərq 20 qram duz gəlirsən. Yəni, nə tərki soyudanda, geriyə gələndə aradakı fərq qədər çökür, qızdıranda da üzü bu istiqamətə gedəndə də, bax belə gedəndə də bu istiqamətdə. Əlavə olaraq ora duz tökürsən. İndi 50 milli su üçün 20 qram duz tökmüsənsə, 100 milli su üçün nə qədər duz tökməlisən? 40 qram. Deməli, sən bunu qızdıranda ora əlavə olaraq 40 qram tökməlisən. Yəni 80-dən 40 fərq 120 olmalıdır. Aydındır? Ben. Və ya bunu belə də işləyə bilərsiniz. Nə bilim 40 qram var idi. İndi 20 qram gəlmişəm. Neçə qram duz olub indi artıq? 60 qram. 60 qram. 50 qram suda 60 qram 50 olur. Bəs 100 qram suda nə qədər 50 olar? 120. Deməli, növbəti kaş 120-dir artıq. Aydındır? Ben. Qədə istəyirsiniz işləyin, nə daim. Bütçə işləyin. Mən bu nümunə suallarına görə işləyirəm ki, evdə çətin gəlməsin. İndi bunların hamısını 56 sualdır. Nümunələr işlədik.